2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703,6 milyon manat proqnozlaşdırılır. Bu, Maliyyə Nazirliyinin hazırladığı 2026-2029-cu illəri əhatə edən orta müddətli xərclər çərçivəsində öz əksini tapıb. Növbəti il üçün dövlət büdcəsinin xərcləri Prezident İlham Əliyevin müəyyənləşdirdiyi prioritetləri, o cümlədən müdafiə qabiliyyətinin, əhalinin sosial müdafiəsinin təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, investisiya layihələrinin həyata keçirilməsi, habelə dövlətin funksiya və vəzifələrinə aid olan zəruri xərclərlə bağlı müvafiq maliyyə təminatını formalaşdırır. Sosial yönlü xərclər dövlət büdcəsi xərclərinin 41,1% qədər və yaxud 17 milyard 145,5 milyon manat məbləğində proqnozlaşdırılır. Təhsil xərclərinə 5 milyard 15,9 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun büdcə xərclərinin 266,4 milyon manat olması proqnozlaşdırılır. İcbari Tibbi Sığorta Fondunun büdcə xərclərinin 2025-ci illə müqayisədə 10,9% az olması proqnozlaşdırılır. Dövlət Neft Fondunun büdcə gəlirlərinin 13 milyard 32,3 milyon manat, 2025-ci illə müqayisədə 9,8% az, büdcə xərclərinin isə 12 milyard 974,1 milyon manat, 11,1% az olması proqnozlaşdırılır. İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün 85 milyon manat, sahibkarların banklardan manatla aldığı kreditlərə hesablanmış faizlərə görə subsidiyanın verilməsi üçünsə 15 milyon manat vəsait nəzərdə tutulub. Sosial effektlər ilk növbədə əhalinin geniş kateqoriyalarının sosial müdafiəsinin daha da möhkəmləndirilməsindən ibarətdir. O ki, qaldı iqtisadi effektlərə, burada biz birbaşa olaraq işgüzar fəallığın stimullaşdırılması, xüsusilə istehlak bazarında alıcılıq qabiliyyətinin qorunması amillərini qeyd etməliyik. Dolayı effektlər dedikdə isə təbii ki, dayanıqlı şəkildə sosial xərclərin artmasının əhalinin investisiyalara daha da çox meyllənməsinə şərait formalaşdırmasını qeyd etməliyik ki, təbii ki, bu yolla biz müvafiq qaydada iqtisadi artıma və iqtisadi inkişafa impuls vermiş oluruq. Qeyd edək ki, 2026-cı il üzrə orta aylıq əmək haqqı göstəricisi 1170 manat 80 qəpik təşkil edəcək. Minimum əmək haqqı və minimum pensiyanın məbləği dəyişməyəcək. Gələn ildə minimum əmək haqqı 400 manat, minimum pensiya 320 manat olacaq.